Keysəriyyə əməliyyat 7, 8, 9 dəfə icazə verilməyən bir əməliyyatdır. Çünki burada uşaqlığın cırılması, qanaxma, hətta uşaqlığın tam götürülməsinə qədər gedib çıxa bilər pasient. Ona görə keysəriyyə ilə maksimal 4 və ya 5 uşaq dünyaya gətirmək olar. Əgər bir qadın 4-cü keysəriyyə gəlirsə və orada qərar verirsə, yoldaşı ilə birgə, çünki bu tək mümkün deyil, ki mənim borumu bağlayın doktor. Nədən də yox? Çünki bəzən qızlar gecikirlər, hamilə qalırlar və artıq doktor mən 5-ci uşağı dünyaya gətirmək istəmirəm deyərək məcburi o uşağın alınmasına, hamiləliyin pozulmasını əl atırlar. Bu isə riskdir. Həm qadın üçün riskdir və fəsadlar verə bilir. Buna görə bəli, 3-cü, 4-cü keysəriyyadan sonra birgə verilmiş qərar olarsa, borunu bağlamaq olar. Ancaq bu 1-ci keysəriyyadan sonra olmur, 2-ci keysəriyyadan sonra olmur. Bu çox vaxtlar adətən mənim pasientlərim arasında bu 3-cü, 4-cü keysəriyyadan sonra bağlanır.